İnsanı yaşadan nədir? Lev Tolstoy. Füyuzat jurnalından qeyd var. Oxu. Ancaq oxuduğun ayağını yerə, başını yüksəkliyə, qəlbini ülviyyətə bağlasın. Oxu. Oxuduqların sənin olsun, səndə olsun. Oxuma. Düzü əyri göstərəni, öyrədəni. Oxuma. Səndə səni yox edəni. Davam edirik. Mimta yayımlarının biz qardaşlarımıza duyduğumuz sevgi səbəbindən ölümdən həyata keçə bilmişik. Qardaşını sevməyən kəs ölü kimidir. Dünya malına sahib olan kəs yoxsulluq içində yaşayan qardaşından mərhəmətini əsirgəyirsə, onun qəlbində Allah sevgisi necə ola bilər? Övladlarım, sözünüzlə, dilinizlə deyil, davranış və səmimiyyətinizlə sevin. Sevgi yaradandandır. Qəlbində sevgi olan hər kəs ondan gəlmişdir və onu tanıyır. Qəlbində sevgi olmayan insan yaradanı tanıya bilməz, çünki o sevgidir. Yaradanı heç kəs görməyir, lakin biz bir-birimizi sevdiyimiz müddətcə o qəlbimizdədir. Sevgi ilə yaşayan Allahla yaşayar. Allah da onun qəlbində yaşayar. Allahı sevdiyini söylədiyi halda qardaşına nifrət bəsləyən kəs yalançıdır. Gördüyü qardaşını sevə bilməyən kəs görmədiyi yaradanı necə sevə bilər? Birinci hissə. Bir zamanlar arvadı və uşaqları ilə bərabər daxmada yaşayan bir pinəçi vardı. Nə özünə aid bir evə, nə də torpaq sahəsinə sahib idi. Pinəçilikdən əldə etdiyi gəlirlə saxlayırdı ailəsini. Çörək bahalı, əmək dəyərsiz idi. Bütün qazancını yeməyə xərcləyirdi. Kişinin arvadı ilə bölüşdüyü bir paltosu vardı, amma o da elə köhnəlmişdi ki, hər tərəfi sökülüb dağılmışdı. 2 ildir təzə palto tikmək üçün qoyun dərisi almaq istəyirdi. Payıza doğru azca pul yığa bilmişdi. Arvadının sandığında 3 rubl, kənddəki müştərilərdən alacağı 5 rubl 20 qəpik vardı. Səhər açılan kimi pinəçi dəri almaq üçün kəndə getməyə hazırlaşdı. Köynəyinin üstündən arvadının pencəyini, onun da üstündən qaftanını geyindi. 3 rublu cibinə qoydu. Əlinə ağac budağından bir çomaq alıb səhər yeməyindən sonra yola düzəldi. Kəndlilərdən 5 rublu alaram, 3 rubl da məndə var. Qoyun dərisi üçün də bu qədər kifayətdir deyə fikrindən keçirdi. Pinəçi kəndə çatıb ona borclu olanlardan birinin evinə getdi, amma kişi evdə yox idi. Arvadı bir həftəyə göndərəcəyini deyib heç pul vermədi. Sonra digərinin evinə yollandı. Semyon o da aman elədi ki, pulu yoxdur. Özünün bir cüt ayaqqabısını təmir etmək şərti ilə sadəcə 20 qəpik ödəyə biləcəyini söylədi. Pinəçi cəhd elədi ki, qoyun dərisini borca alsın, lakin satıcı razı olmadı. Pulu gətir, istədiyini al. Borc pulu yığmağın nə olduğunu yaxşı bilirik dedi. Beləcə pinəçi heç bir işini həll edə bilmədi. Əlinə keçənsə sadəcə təmir etdiyi çəkmələrə görə aldığı 20 qəpik və üzərini dəri ilə örtsün deyə kəndlinin ona verdiyi keçə çəkmələr oldu. Yaxşıca əsəbləşən pinəçi əlindəki 20 qəpiyi içkiyə xərclədi, qoyun dərisini ala bilməyib evinə yollandı. Səhər soyuqdan donurdu. İçdikdən sonra isə əynində qoyun dərisi olmasa belə isindiyini hiss elədi. Bir əlində tutduğu çubuqla donmuş torpağa vurur, digər əlində keçə çəkmələri sallayaraq addımlayarkən öz-özü ilə danışırdı. Bax, palto olmadan da isindim. Bir balaca içdim, damarlarım açıldı, paltoya ehtiyac yoxdur. Dərd qəmimi unutmuşam. Düzəlmişəm yola. Bax, belə adamam mən. Paltosuz da yaşayıram. Heç lazım da deyil mənə. Amma xanım kədərlənəcək. Düzü bu kəndlilərin hərəkəti lap biabırçılıqdır. Bu qədər əziyyət çək, işlə, hansısa axmağın biri haqqını verməsin. Hünərin var, gətirmə pulu. Gör başına nə oyun açıram. Bu nədir belə? Hələ bir 20 qəpik verir, utanmaz. Nə eləyə bilərəm? 20 qəpiklə. Təkcə içə bilərəm, vəssalam. Yoxsulluqdan danışır. Bəs onda mən nəyəm? Öz evin var, mal-qaran var, hər şeyin var. Bəs mənim? Çörəyə də pul verib alıram. Sən bişirirsən, mən alıram. Həftədə 3 rubl çörəyə veririk. İndi gedirəm evə, çörək yoxdur. Yarım rubl çörəyə gedəcək. Yenə ödəyin də borcumu. Öz-özünə danışaraq yol kənarındakı kilsəyə yaxınlaşan pinəçi kilsənin arxasında ağ rəngli bir şey gördü. Hava qaralmağa başlamışdı. Bütün diqqətini onun üzərinə cəmləsə də nə olduğunu anlaya bilmədi. Görəsən daşdır. Amma bu yerlərdən belə daş olmur. Bəlkə heyvandır. Yox, heyvana da oxşamır. Başı insan başına oxşayır, amma ağappaqdır. Həm də ki insanın nə işi ola bilər burada?
Yanına yaxşıca yaxınlaşdığı zaman gözünə daha aydın göründü. Olduqca qəribə görüntüsü vardı. Kilsənin divarına söykənmiş, ölü ya diri olduğu bəlli olmayan çılpaq bir adam idi qarşısındakı. Qorxudan rəngi ağarmışdı pinəçinin. Yazığın birini öldürüb soyundurublar, sonra atıblar buraya. Yanına yaxınlaşsam başıma iş gələr, deyə ürəyindən keçdi. Kilsənin yanından addımlayıb uzaqlaşdı. Bir az getdikdən sonra çevrilib baxdı. Adam indi divara söykənməmişdi. Tərpənir, elə bil ona tərəf baxırdı. Pinəçi ürkmüş vəziyyətdə öz-özünə dedi: "Yanına qayıdınmı görəsən? Birdən başıma iş gəlsə. Haradan bilim necə adamdır? Buraya yaxşı səbəbdən düşmüş ola bilməz ki. Getsəm üstümə cumub boğa bilər məni. Kim xilas edəcək onda? Çılpaq adamın biri ilə tək başına nə eləyim axı? Əynimdəki axırıncı paltarı çıxarıb verə bilmərəm ki, Allah qorusun." Sonra pinəçi tez-tez addımlamağa başladı. Kilsədən xeyli uzaqlaşsa da vicdanı sızladı. Birdən yolun ortasında dayandı. "Sənə nə olub, Semyon?" dedi öz-özünə. "Nə eləyirsən belə? Çarəsiz bir adamı qorxundan tərk eləyirsən. Çox pulun var ki, oğurlanmasından da qorxursan. Utan, Semyon." Geri çevrilib adamın yanına getdi. İkinci hissə. Semyon yaxınlaşıb diqqətlə nəzər yetirdi. Gücü, qüvvəti yerində gənc bir adam idi qarşısındakı. Bədənində heç yara izi belə yox idi. Amma elə bil üşümüş və qorxmuşdu. Adam kürəyini təzədən divara söykəyib oturdu. Başını qaldırıb Semyona baxmağa taqəti belə yox idi. Semyon ona biraz da yaxınlaşanda gənc adam birdən oyanmış kimi gözlərini açıb başını qaldırdı. Baxışlarını Semyonun üzünə dikdi. O bircə baxış Semyonun elə xoşuna gəldi ki, əlindəki çəkmələri yerə atdı. Qurşağını çıxarıb çəkmələrin üzərinə qoydu. Ardınca da qaftanını soyundu. "Danışmağın yeri deyil," dedi. "Tez ol, geyin bunu, tez ol." Qolundan tutub onu qaldırmağa çalışdı. Ayağa qalxanda bədən quruluşu incə, tərtəmiz görünən, əl-ayağı sağlam bir gəncin gözəl və zərif üzündən gözünü çəkmək mümkün deyildi. Semyon qaftanını onun çiynini saldı. Qaftanın qollarını tapa bilməyən adama kömək elədi ki, qollarını keçirtsin. Sonra önünü möhkəmcə bağladı. Qurşağını da belinə salırdı. Bunlar az imiş kimi başını taxdığı hayı gedib bayı qalmış papağını da çıxardı. Adamın başını taxmaq istədi. Gördü ki, yox, özü üşüyür. "Mən keçələm, bunun uzun qıvrım saçları var," deyib fikrindən daşındı. "Yaxşısı budur, çəkmələri geyindirim." Gənc adamı oturdub çəkmələri geyindirdikdən sonra dedi: "Bax belə qardaş, indi bir az hərəkət elə ki, isinəsən. Qalan şeylər də sonra həll olar. Gəzə biləcəksən?" Adam ayağa qalxıb məmnunluqla Semyona baxdı, amma dili söz tutmadı. "Niyə dinmirsən?" dedi Semyon. "Çox soyuqdur bura. Evə getməliyik. Gəl mənim ağacımı götür. Halsız olub eləsən söykənərsən." Adam asanlıqla yürüməyə başladı. Heç arxada da qalmadı. Birdən Semyon danışmağa başladı. "Bura bax, sən haralısan?" "Buralı deyiləm." "Buralı olsaydın tanıyardım. Kilsəyə necə gəlib çıxmısan, onu soruşuram." "Deyə bilmərəm. Yəqin pislik ediblər sənə." "Yox, məni Allah cəzalandırır." "Hə, əlbəttə, hər şey Allahdandır. Amma necə olursa olsun, özünə qalmaq üçün yer tapmalısan. Bəs indi hara getmək istəyirsən?" "Fərqi yoxdur." Semyon təəccübləndi. Avaraya oxşamırdı bu adam. Olduqca kübar danışığı vardı, amma digər ki, özü ilə bağlı heç nə demirdi. Semyon dünyanın min cür üzü var, deyə düşündü. "Madam ki elədir, gəl bizə gedək. Heç olmasa bir az dincini alarsan." Semyon addımlayır, adam da ondan arxada qalmırdı. Güclənən külək əynində bircə köynəyi qalmış və sərxoşluğunu təsiri keçməkdə olan Semyonun üşütməyə başlamışdı. O burnunu çəkə-çəkə arvadının pencəyini yaxşıca bürünmüş halda düşünürdü. "Sən işə bax, qoyun dərisi adı ilə evdən çıxan mən, qaftansız qayıdıram yanımda və bir çılpağın biri. Matryonanın bundan heç xoşu gəlməyəcək." Arvadını düşündükcə kədərlənən Semyon yanındakı adamın kilsədəki baxışını xatırlayanda ürəyi rahatlıq tapırdı. Üçüncü hissə. Bu dəfə tezdən yer yığış eləmişdi Matryona. Odun doğrayıb, su daşımış, uşaqları yedirmiş, özü də yemişdi. İndi də oturub çörəyi nə vaxt bişirim görəsən, bu gün ya sabah deyə düşüncələrə dalmışdı. Bir böyük parça çörəkləri vardı çünki. Əgər Semyon yemək yeyibsə, axşam çox yeməz, səhərə də çörək qalar. Çörək parçasını o
bu üzə çevirərək qərara gəldi. İndidən bişirməyim. Bir çörəklik unumuz qalıb. Cüməyə qədər birtəhər keçinməliyik. Matriona çörəyi yığışdırdı. Ərinin köynəyini yamamaq üçün masa arxasına keçdi. Bir yandan da palto üçün alınacaq qoyun dərisi haqqında fikirləşməyə başladı. Satıcı kələk gəlməsin bircə. Mənimki safın biridir. Kimisə aldatmaq ağlının ucundan keçməz. Amma onu əl boyda uşaq da aldada bilər. 8 rubl az pul deyil ki. Hətta yaxşı bir palto almaq olar o pula. Aşılanmış dəridən olmasa da palto elə paltodur. Keçən qış donduq paltosuz. Nə çaya gedə bilmişdim, nə də başqa bir yerə. Mənimki də evdən çıxanda nə varsa keçirdir əyninə. Mənə bir şey saxlamır. Getdiyi də xeyli vaxtdır. Harda olsa gələr. Vay, bəlkə içməyə gedib bu. Düşüncələr bir-birini qovurdu ki, çöldən ayaq səsləri eşidildi. İçəriyə kim isə daxil oldu. İynəsini köynəyə keçirib girişə doğru gedən Matriona iki adamın gəldiyini gördü. Semyon yanında papaksız, ayağında keçə çəkməsi olan bir nəfər. Qadın ərindən gələn içki qoxusunu o saat hiss elədi. İçirmiş elə deyə fikrindən keçirdi. Əli boş qayıdan ərini qaftansız vəziyyətdə əynindəki tək pencəklə qarşısındakı sakitcə əzilib büzülən görüb ürəyi ağrıdı. Matrionanın bütün pulunu bu əyyaşın biri ilə içməyə xərcləyib deməli. Bəs deyilmiş kimi arsız-arsız evə də gətirib. Onlar içəri keçəndən sonra Matriona da evə daxil oldu. Yad adama nəzər salıb gənc və cüssəsiz olduğunu, həm də əynində onların qaftanının geyindiyini gördü. Qaftanın altında köynəyi, başında bir palağı belə yox idi. Gənc adam içəri girdikdən sonra nə hərəkət elədi, nə də baxışlarını qaldırıb Matronaya baxdı. Eləcə olduğu yerdə dayanıb qaldı. Pis adamdır yəqin. Gör bir necə qorxur, deyə fikirləşdi qadın. Qaşlarını çatıb sobanın yanına dayandı. Başladı onları izləməyə. Semyon isə papağını çıxardıb heç nə olmamış kimi divanda əyləşdi. Hə Matriona, de, nə dayanmışsan? Yemək hazır elə yeyək. Nə isə mırıldandı Matriona. Sobanın yanından heç tərpənmədi də. Əvvəlcə Semyona, sonra yad adama baxıb başını buladı. Semyon başa düşdü ki, arvadı hisslənib, amma daha çarə yox idi. Heç nəyin fərqində deyilmiş kimi yad adamın qolundan tutdu. Otur qardaş dedi. Bir-iki tikə çörək yeyək. Yad adam divanda əyləşdi. Bir şey bişirməmsən? Bişirmişəm, amma sizin üçün yox. Görürəm ki, sən onunla içmisən. İçki sənin ağlını başından alıb. Palto üçün gedib qaftansız qayıtmağın bəs deyil. Hələ özünlə çılpaq avaranın birində gətirmisən. Sizin kimi əyyaşlılara verəcək yeməyim yoxdur mənim. Bəsdir Matriona. Boşboğazlıq eləmə. Boşboğazlıq eləməyə yaxşısan. Hələ bir soruş gör bu adam kimdir? Pulları neyləmisən? Cavab ver. Semyon cibindəki 3 rublu çıxartdı. Bu da pul. Trifonovdan ala bilmədim. Söz verdi ki, sabah ödəyəcək. Matrionanın başından sanki tüstü çıxdı. Əri dərini almamış, əynindəki təkcə qaftanı da çıxardıb çılpağın birinə geyindirmiş, üstəlik evə gətirilmişdi onu. Pulları götürüb gizlətməyə apararkən öz-özünə deyindi Matriona. Yemək yoxdur sizə, dünyanın bütün çılpaq əyyaşlarını doyura bilməzsən. Ax Matriona, dilini saxlamağı heç bacarmırsan, bir qulaq as əvvəl. Sərxoş bir axmaqdan bu qədər ağıl aldım, bəsdir daha. Sərxoş bir adamdan bu qədər ağıl aldığım bəsdir daha. Kaş sənin kimi əyyaşın birinə gəlməzdim. Vaxtilə anamın verdiyi kətan parçanı satıb puluna içdiyin kimi indi də qoyun dərisinin pulunu içkiyə vermisən. Semyon pulun sadəcə 20 qəpiyini içkiyə verdiyini və bu adama necə rast gəldiyini danışmaq istəyirdi. Amma Matriona imkan vermirdi. Dayanmadan danışır, 10 il əvvəl söhbətlərini də yada salırdı. Xeyli sayıb sadalayandan sonra qadın Semyonun yaxasından yapışdı. Ver bura pəncəyimi. Olan qalan bir budur. Bunu da sən geyinirsən. Zəlil qalasın səni. Murdar köpək. Ver onu mənə. Semyon başladı pencəyi soyunmağa. Bir qolunu təzəcə çıxarmışdı ki, qadın onu əlindən var gücü ilə necə qapdısa, tikişləri söküldü. Tez əyninə keçirib qapının yolunu tutan Matriona çıxıb getmək istəyirdi. Lakin birdən ayaq saxladı. Elə həyəcanlanmışdı ki, ürəyi sürətlə döyünməyə başlamışdı. Bir tərəfdən hikkəsini son həddə qədər göstərmək istəyi vardı qəlbində. Digər tərəfdən bu yad adamın kimliyi onu maraqlandırırdı. 4-cü hissə. Matriona dayanıb deyinməyinə davam elədi. Yaxşı adam olsaydı çılpaq gəzməzdi. Heç əynində köynəyi də yoxdur. Ağıllı başlı adam olsaydı deyərdin onu haradan gətirdiyini. Elə bayaqdan bunu danışmağa çalışıram mən. Ay arvad.
Kilsəyə çatmışdım ki, bu yoxsulu gördüm. Tamam çılpaq idi, üşümüşdü. Yay deyil ki, paltarsız gəlsin. Məni Allah göndərdi ona, yoxsa məhv olacaqdı. Nə edəydim bəs? İnsanıq, başımıza hər şey gələ bilər. Mən də geyindirdim, götürüb gətirdim bura. Sakitləş daha. Matrona günahdır. Unutma ki, bir gün hamımız öləcəyik. Matrona yenə özündən çıxacaqdı ki, yad adama göz ucu nəzər salıb susdu. Adam divanın küncünə qısılıb səssizcə oturmuşdu. Əlləri dizlərində, başı sinəsinə əyilmiş vəziyyətdə idi. Gözlərini yummuş, çətinliklə nəfəs alırmış kimi üz-gözünü turşutmuşdu. Matrona isə dinmirdi. Semyon sözünə davam etdi. Qəlbində heç mi Allah sevgisi yoxdur, hə Matrona? Bu sözləri eşidən Matrona yenə yad adama baxdı və birdən-birə sakitləşdi. Sobadan yeməyi çıxarmaq üçün geri qayıtdı. Stolun üstünə qoyduğu stəkanları kvasla doldurdu. Qalan çörək parçasını da süfrəyə gətirdi. Onlara bıçaq və qaşıq verdi. Yeyin də, niyə gözləyirsiniz dedi. Semyon adamı dümsüklədi. Başla yeməyə, cavan oğlan dedi. Semyon çörəyi doğradı, yeməyə başladılar. Matrona da bir küncdə əyləşdi. Əlini çənəsinə dayayıb gənc adamı süzməyə başladı. Ona yazığı gəlmiş, qanı qaynamışdı Matronanın. Adam da sakit, sevincək olmuşdu. Üzü açılmışdı. Matronaya baxıb gülümsəmişdi. Yemək yeyirdi. Matrona süfrəni yığışdırdıqdan sonra adamı soru-suala tutmağa başladı. Hə, de görək kimsən, haralısan? Buralı deyiləm. Bəs bizim bu yerlərə necə gəlib çıxmısan? Bunu deyə bilmərəm. Kim salıb səni bu hala? Məni Allah cəzalandırıb. Sən də çılpaq vəziyyətdə küçənin ortasında qalmışdın. Hə, çılpaq idi. Üşüyürdüm. Semyon gördü, yazığı gəldi mənə. Qaftanını çıxardıb geyindirdi və buraya gətirdi. Sən də doyurdun, mərhəmətini əsirgəmədin məndən. Allah qorusun sizi. Matrona bayaq yamadığı köynəyi pəncərənin kənarından götürüb yad adama uzatdı. Şalvar tapıb verdi. Al bunu geyin. Əynində heç köynəyin də yoxdur. İstədiyin yerdə yata bilərsən. İstəsən tavan arasında, istəsən sobanın üstündə. Adam qaftanı çıxartdı. Köynəklə şalvarı geyinib tavan arasında uzandı. Matrona şamı söndürdü. Qaftanı götürdü və ərinin yanına getdi. Qaftanı üstünə çəkib uzanmışdı, amma gözünə yuxu getmirdi. Matronanın elə hey o adam haqqında fikirləşirdi. Axırıncı çörək parçasının yeyildiyini, sabaha çörəklərin qalmadığını, köynəklə şalvarı adama verdiyini düşündükcə sıxılan ürəyi onun təbəssümünü xatırladıqca rahatlıq tapırdı. Matrona hiss elədi ki, Semyon da yata bilmir. Üstündəki qaftanı ilə onun üstünü də örtdü. Semyon, hə, çörəyin qalan parçasını da yediniz. Daha qalmayıb. Sabah nə eləyəcəyik? Heç bilmirəm. Marta xaladan istəyək. Ölməyib sağ qalsaq, yeməyə də bir şey taparıq. Bir müddət səsini çıxarmadı Matrona. Yaxşı adama oxşayır. Bəs niyə özü haqqında danışmaq istəmir görəsən? Səbəbləri var yəqin özünə görə. Semyon, biz əlimizdə nə varsa əsirgəmirik heç kimdən. Bəs bizə niyə kimsə bir şey vermir? Semyon bilmədi nə cavab versin. Bircə, bu qədər sənə döydüyümüz bəsdir, dedi və çevrilib yuxuya getdi. Səhər Semyon oyananda uşaqlar hələ də yatmış, arvadı isə çörək üçün qonşuya getmişdi. Əynindəki köhnə şalvar köynəklə divanda əyləşmiş yad adam gözlərini yuxarıya dikmişdi. Özü dünən olduğundan daha işıqlı idi. Semyon dedi, hə dostum, sənə qarnını doyurmaq üçün yemək, əynində geyinmək üçün paltar lazımdır. Hamı yaşamaq üçün işləməlidir. Əlindən nə iş gəlir? Heç bir iş bacarmıram mən. Semyon təəccübləndi. Əsas odur, həvəsin olsun. İnsan övladı istədiyi hər şeyi öyrənə bilər. İnsanlar işləyirsə, mən də işləyərəm. Adın nədir sənin? Mixail. Yaxşı, Mixail. Özün haqqında danışmaq istəmirsənsə, sən bilən məsləhətdir, amma yaşamaq üçün işləməlisən. Göstərdiyim kimi işləsən, sənə yemək də, qalmağa yer də verərəm. Allah səni qorusun. Nə lazımdırsa öyrənərəm. Nə eləməliyəmsə mənə göstər, bəsdir. Semyon əlinə bir iplik alıb barmağına doladı və bükməyə başladı. Elə də çətin iş deyil, görürsən? Onu izləyən Mixail da ipi barmağa dolayıb Semyon kimi bükməyə başladı. Semyon ipi necə hörməyi göstərdi ona. Mixail bu işi çox sürətlə qavradı. Daha sonra qatmaların bükülməsini və tikilməsini öyrətdi. Mixail bunları da tez götürdü. Semyonun göstərdiyi hər işi o saat
o saat öyrənirdi. 3 gün sonra elə ustalaşdı ki, sanki ömrü boyu bu işlə məşğul olmuşdu. Heç dayanmadan işləyir, az yeyir, işini bitirəndən sonra isə oturub səssizcə yuxarı baxırdı. Evdən çölə çıxmaz, ehtiyac olmadıqca danışmazdı, zarafat da etməz. Heç gülməzdi. Bircə Matryonanın ona yemək verdiyi ilk axşam görmüşdülər gülümsədiyini. 5-ci hissə. Günlər günləri, həftələr həftələri qovaladı. Bir il keçib getdi. Mikhail Semyonun evində qalır, onunla işləyirdi. Adı dillər əzbəri olmuşdu artıq. Hamı Mikhaildən daha yaxşı ayaqqabı tikən ola bilməyəcəyini deyirdi. Ətraf kəndlərdən belə insanlar ayaqqabı üçün buraya axın edirdilər. Beləcə Semyonun işləri düzəlmiş, qazancı artmışdı. Bir qış günü Semyonla Mikhail işləyərkən daxmanın önünə zınqırovlu bir at yaxınlaşdı. Pəncərədən baxdılar, at arabası düz daxmanın önündə dayanmışdı. Arabadan düşən cavan bir adam qapını açdı. İçəridən xəz paltolu bir bəy endi. Semyonun daxmasına yaxınlaşdı. Pilləkənləri qalxmağa başladı. Matryona cəld qaçıb qapını sona qədər açdı. Bəy daxmaya girmək üçün əyildi. Dikələndə az qala başı tavana dəyəcəkdi. Nəhəng bədəni sanki bütün otağı bürümüşdü. Semyon qalxıb salam verdi və təəccüb içində gələn adama baxmağa başladı. Həyatı boyunca heç vaxt belə adam görməmişdi. Özü balacaboy, Mikhail cılız, Matryona da bir dəri bir sümük idi. Amma bu adam sanki ayrı dünyadan gəlmişdi. Girdə qırmızı üzü vardı. Boynu öküz boynu kimi idi, yoğun idi. Bədəni elə bir tuncdan tökülmüşdü. Adam dərindən nəfəs aldı. Kürkünün soyunub divana əyləşdi. Ayaqqabı ustası hansınızsınız deyə soruşdu. Semyon mənəm, zat-ı alilər dedi. Bəy xidmətçisini səslədi. Fetka, dərini gətir. Cavan oğlan cəld yüyürüb boğçanı gətirdi. Bəy onu alıb stolun üstünə qoydu. Aç bunu görək. Cavan xidmətçi bəyin dediyini elədi. Bəy dərini Semyona göstərib dedi. Mənə bax, ayaqqabı ustası. Bu dərini görürsən? Görürəm zat-ı aliləri. Necə mal olduğunu bilirsən bəs? Semyon dəriyə əl gəzdirib, keyfiyyətli maldır, zat-ı alilər dedi. Keyfiyyətli olar da, axmağın biri. Belə malı həyatın boyu görməmisən. Yəqin Alman malıdır da. Bu düppədüz 20 rubl vermişəm. Alman malıdır bu. Düppədüz 20 rubl vermişəm. Semyon qorxmuşdu. Beləsini haradan görək biz? Orası elədir. İndi də görüm, mənə bu dəridən bir çəkmə tikə bilərsən? Tikə bilərəm zat-ı aliləri. Bəy səsini yüksəltməyə başladı. Deməli tikə bilərsən, hə? Kimin üçün və nə cür dəridən tikdiyini unutmayasan. Elə bir çəkmə tikməlisən ki, düz bir il geyinim, sökülüb dağılmasın. Eləyə biləcəksənsə, al dərini kəs. Yox, əgər bacarmayacaqsansa, heç əl vurmamalıma. Bax, sənə bəri başdan xəbərdarlıq edirəm. İl tamam olmamış sökülüb eləsə, özündən küs, səni həbs elətdirəcəyəm. Əgər bir il boyunca sökülüb dağılmasa, 10 rubl zəhmət haqqı ödəyəcəyəm. Semyon qorxusundan bilmədi nə desin. Gözücü Mikhailə baxdı. Onu dirsəyi ilə dümsükləyib pıçıldadı. Qəbul edək görəsən. Mikhail razılıq əlaməti olaraq başını tərpətdi. Semyon Mikhailə inanıb bir il boyunca sökülüb dağılmayacaq çəkmə tikməyə razılıq verdi. Bəy xidmətçisini çağırdı. Sol ayağını uzadaraq çəkməsini çıxarmağa əmr etdi. Ölçüsünü götür. Semyon kağızdan ona verşok uzunluğunda kəsdi. Semyon kağızdan 10 verşok uzunluğunda kəsdi. Kağızı düzəltdi. Diz çöktü. Bəyin corabları çiklənməsin deyə əllərini önlüyü ilə yaxşıca sildi və başladı ölçməyə. Ayağın dabanının üstünə ölçdü. Növbə baldırlara çatanda kağız qısa gəldi. Bəyin baldırı odun parçası kimi qalın idi. Diqqət elə, ayağımı çox sıxmasın. Bir kağız da əlavə etdi Semyon. Bəy corabların içərisində barmaqlarını tərpədir, daxmadakıları süzürdü. Birdən gözü Mikhailə sataşdı. Bu kimdir belə deyə soruşdu. Bu yanımda işləyir, çəkmələri o tikəcək. Yaddan çıxartmayasan, bəy Mikhailə dedi. Çəkmələri elə tikməlisən ki, ən azı bir il geyinim. Semyon da Mikhailə baxdı, amma Mikhail bəyə yox. Onun arxasındakı boşluğa baxırdı. Elə bil kimi isə görürdü orada. Gözlərini bir an belə olsun boşluqdan çəkməyən Mikhail birdən gülümsədi. Üzü aydınlandı. Nə hırıldayırsan axmaq? Çəkmələri vaxtında hazır eləsən yaxşı olar. Mikhail vaxtında hazır olacaq dedi. Bax belə. Bəy çəkmələrini kürkünü geyinib
qapıya doğru getdi. Amma əyilməyi unutduğundan başı qapının pərvazına dəydi. Hirsindən söyüş söydü. Başını ovuşdurdu. Arabasını minib uzaqlaşdı. O gedən kimi Semyon daş kimi adamdır dedi. Beləsini kösəvlə də yıxmaq olmaz. Az qalmışdı qapını pərvazını qırsın. Amma özünə demək olar ki, heç nə olmadı. Matyona sözə qarışdı. Bu cür yaşayan adam necə sağlam olmaya bilər ki? Ölüm də yaxın durmaz bunun kimisinə. Semyon işi götürməyinə götürdük. Bir şey gəlməsin başımıza bağırı, dedi Mixailə. Dəri bahalıdır. Kişi əsəbi, səhv etməməliyik. Sənin gözlərin daha yaxşı görür. Əllərin də mənimkindən daha məharətlidir artıq. Ölçüləri sən götür. Dərini kəs. Mən də tikişlərini ataram. Mixail həmişəki kimi onun bir sözünü iki eləmədi. Dərini götürüb stolun üstünə sərdi. İki yerə qatlayıb bıçaqla kəsməyə başladı. Matryona yaxınlaşıb onun işini izləyəndə çox təəccübləndi. Pinəçiliyə iş aşina o idi. Lakin Mixailin tikmək üçün dərini hər zamanki kimi yox, dairələr şəklində kəsdiyini gördü. Nə isə demək istədisə də bəlkə mən bəyin necə bir çəkmə istədiyini başa düşmədim. Mixail məndən daha yaxşı bilir. Qarışmayım ən yaxşısı deyib fikrindən daşındı. Dərini kəsəndən sonra çəkmə tikilərkən olduğu kimi iki tərəfdən deyil, başmaq tikirmiş kimi tək tərəfli tikməyə başladı. Yenə təəccüb içində qaldı Matryona. Amma bu dəfə də bir söz demədi. Axşam yemək vaxtı Semyon Mixailin həmin dəriyə başmaq tikdiyini görəndə ağlayıb sızlamağa başladı. Mixail burada yaşadığı bir il müddətində heç səhv iş görməyib. Bu cür səhvi necə eləyə bildi bəs? Bəy uzunboğaz ipli çəkmə sifariş vermişdi. Bu isə götürüb yumuşaq başmaq tikib. Malı da xarab eləyib. İndi mən bəyə nə cavab verəcəyəm? Belə bir dərinin təzəsini almağım da mümkünsüzdür. Sonra Mixailə dedi, sən nə eləmişsən belə dostum? Məhv etdin məni. Bəy çəkmə sifariş vermişdi. Gör sən nə tikmisən. Mixailə bu sözləri deyirdi ki, çöldən gürültü eşidildi. Qapı döyüldü. Pəncərədən baxdılar. Bir atlı idi. Gələn atını bağlayırdı. Qapını açdılar. Gələn bəyin xidmətçisi idi. Salam, nə lazım idi? Xanımım çəkmə üçün göndərdi məni. Necə yəni çəkmə üçün? Bəyimin artıq onlara ehtiyacı yoxdur. Çünki vədəsi tamam oldu. Nə danışırsan? Buranı tərk edəndən sonra heç evə çata bilmədim. Arabada keçinibmiş. Evə çatanda arabanın qapısını açıb onu düşürmək üçün qaça düşdük. O isə boşa çuval kimi yerə yuvarlandı. Çoxdan ölmüşdü. Elə vurmuşdu ki, arabadan güclə çıxartdı. Xanım da məni buraya yolladı. Mənə dəri verib çəkmə sifariş edən bəyin artıq buna ehtiyacı yoxdur. Əvəzində ayaqqabı ustası bəyin nəşi üçün tez bir başmaq tiksin. Tikilənə qədər gözlə, hazır olan kimi götür gəl dedi. Bunun üçün gəlmişəm. Mixail dəridən qalan parçaları yığışdırıb rolun halına gətirdi. Sonra da hazır elədiyi başmaqları bir-birinə vurub önlüyünün üstünə sildi. Hər ikisini xidmətçiyə verdi. Xidmətçi başmaqları götürdü. Salamat qalın dedi və çıxıb getdi.